Belə bir sual gəlir. Qeyri-müsəlman ölkəsindən idxal edilən kəmərlə namaz qılmaq istəyən biri və həmin kəmərin dəri olub olmadığını anlamırsa, ixtisas əhli deyil, bilmir ki, həmin kəmər xalis dəridən hazırlanıb, yoxsa zavodda dəri olmayan bir maddədən hazırlanmış bir kəmərdir. Bu halda namazın hökmü nədir? Cavab belədir. Əgər kəmərin dəri olub olmadığını ayıra bilmirsə, pak sayılır və bu barədə araşdırmağa da ehtiyac yoxdur. Həmçinin bilsə ki, dəridir, həmin kəmər dəridəndir. Amma o dərinin şəriət qaydasına uyğun kəsilmiş heyvana aid olub-olmadığını ayıra bilmirsə, orada əvvəlki bəhslərimizdə də qeyd elədiyimiz kimi, əgər ehtimal etsə ki, şəriət qaydasına uyğun kəsilmiş heyvanın dərisidir, bu ehtimalın qaynağı necə ola bilər? Qeyri-İslam ölkəsindən əldə olunub. Məsələn, ehtimalın qaynağı bu ola bilər ki, həmin ölkədə yaşayan müsəlmanlar tərəfindən kəsilib və yaxud da ki, həmin ölkə başqa bir müsəlman ölkəsindən əvvəlcə idxal edib, ondan sonra ixrac edib bizim ölkəmizə idxal edib. Belə ehtimallar varsa, həmin kəmər pak hökmündədir və onunla namaz qılmaq caizdir. Elhamdülillahi Rabbil alemin və sallallahu alə Muhammedin və alihi tahirin.